Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə ən ideal şəkərburanın hazırlamasını paylaşmaq istəyirəm. İllərdir hazırladığım bir reseptdir. Qaldıqca göyərməyən, pambıq kimi yumuşaq, çox ləzzətli bir şəkərbura istəyirsinizsə, onda videonu sona qədər izləməyi unutmayın. İndi isə keçək hazırlama qaydasına. Xəmiri hazırlamaq üçün lazım olacaq bizə 1 kilo birinci dərəcəli yüksək keyfiyyətli un. Fərqi yoxdur, hansı un olursa olsun, kağızın üzərində birinci dərəcəli, yəni yüksək keyfiyyətli un yazılıbsa alın. Yəni mən dəfələrlə istifadə eləmişəm, heç bir fərq də olmur, ağappaqda şəkərbura çıxır. Daha sonra 400 qram təbii kərə yağı olan Ankor kərə yağından istifadə eləmişəm. Ankor kərə yağı ilə hazırladığınız şəkərburalar İnanın dəhşət dadlı olacaq. Həm rəngi ağappaq olur, həm də çox ətirli, çox dadlı olur. Yəni qaldıqca şəkərburadan o yağın iyi gəlmir. 2 ədəd yumurtanın sarısı, 1 ədəd yumurta bütöv, 1 paçka vanilin, 1 çay qaşığı şəkər tozu, 200 qram xama mən çəki ilə satılan xamadan almışam. Çalışın ki, xamanın yağlılığı 25%-dan aşağı olmasın. Yarım stəkan da süd lazım olacaq. İndi isə başlayaq xəmirimi hazırlamağa. Qeyd edim ki, mayadan mütləq istifadə edəcəyik, amma çay qaşığının yarısı qədər. Öncəliklə mayanı, qeyd etdiyim kimi, çay qaşığının ucunda mayanı qaba əlavə edirəm. Üzərinə 1 xörək qaşığı qaynar su əlavə edib qatışdırıram ki, maya aktiv olsun. Çalışın ki, mayanız təzə olsun mütləq şəkildə, çünki maya köhnə olsa şəkərburalarınız göyərəcək. Və daha sonra başlayıram xama ilə yumurtanı yaxşı-yaxşı qatışdırmağa, yəni ağartmağa. Yumurtanı belə bütöv xəmirə vuranda xəmirin rəngi sarı olduğu üçün mütləq qatışdırmaq lazımdır yumurtanı mikserlə. Qeyd edim ki, mənim 1 ədəd yumurtanın bütöv yadımdan çıxdığı üçün kamera arxasında əlavə edib onu da çaldım xama ilə birlikdə. Və xama ilə yumurtanı çaldım, ağappaq ağardı, qoyuram kənara. Unumu ələkdən mütləq keçirtmişəm. 2 dəfə ələkdən keçirtmişəm. Ələkdən keçirtdiyim unun üzərinə vanil və şəkər tozunu əlavə edirəm. Qatışdırıram. Daha sonra kərə yağımı da əlavə edib umaç halına gətirirəm. Adi kətə bişirəndə necə umaç eləyirik? Eyni qaydada yağla unu umaç halına gətirirəm. Umac hazırdır. Umacı barmaqlarınızla sıxdığınız zaman barmaqlarınızın üzəri əgər forma verirsə, umacın üzərində demək ki, hazırdır və ideal şəkildə umacı hazırlamısınız. Daha sonra hazırladığım yumurtalı, xamalı qarışımı əlavə edirəm. Daha sonra üzərindən mayalı qarışımı əlavə edirəm və başlayıram yumuşaq, ələ yapışmayan xəmir yoğurmağa. Xəmiri yoğurduqca süddən bir qədər əlavə edirəm. Şəkərburanın xəmiri bərk olmalıdır, yumuşaq olmamalıdır ki, formanı saxlaya bilsin. Ona görə də armudu stəkanla yarım stəkan süd kifayət edir. Yəni bir dolu stəkan südü əlavə etməyə ehtiyac yoxdur. Biraz da, yəni gördünüz ki, xəmir qurudu, biraz əlavə edirsiniz. Və bu cür xəmir yoğurdum, ərsəyə gətirdim və xəmiri bir 10 dəqiqəlik üzərini klokla bağlayıram. Elə stolun üstündə də saxlayıram ki, xəmir özünü tutsun. 10 dəqiqədən sonra xəmiri götürürəm, bir əldə yoğururam. Daha sonra hər biri 40 qram olmaq şərti ilə kündələrə ayırıram. Mütləq deyil ki, sizin şəkərburanız 40 qramdan olmalıdır. Sadəcə ideal şəkərbura boyu, yəni kitablardan bizə 40 qram olaraq belə deyim də verilmişdi. Ona görə də 40 qramdan götürürük şəkərburanın boyutunu, amma bunu 20 qramdan da edə bilərsiniz. Daha balaca, daha mini şəkərburalar əldə etmiş olacaqsınız.
Hər biri 40 qram olmaq şərti ilə kündələri hazırladım. Yığıram padnusa, üzərində klokla bağlayıram ki, qurumasın və daha sonra başlayıram bir-bir kündələri yaymağa. Əvvəllər mərdanə ilə yaydığımız kündələri artıq rahatlıqla, yəni 5 dəqiqəyə bu cür alətlə də aça bilərsiniz. Bu aləti mənə hədiyyə göndərmişlər. Görürsünüz, üzərində də səhifəmin adı yazılıbdır. Instagram səhifəmin Muxanrə Şanel. Həmin səhifəni videonun alt bölümündə tağ edəcəm. İstəsəz siz də sifariş verə bilərsiniz. Və hamısını 5 dəqiqəyə kündələrini açıram, 5-5 üst-üstə yığaraq üzərini klokla bağlayıram. Və daha sonra başlayıram bir-bir yaydığım, yəni açılmış kündələrin üzərinə içlik əlavə edib bükməyə. Öncə yanımda su və içliyi görürsüz. Suyu xəmirin kənarlarına çəkirəm ki, bağlamaq yaxşı olsun, yaxşı bağlansın. Daha sonra 2 barmağımın üzərinə yerləşdirirəm xəmiri və içərisinə 2 çay qaşığı yarım içlik əlavə edirəm. İçliyi hər dəfə əlavə etdikdə üzərindən basın ki, pres şəklində olsun ki, şəkərburalar dolu-dolu görünsün. Yəni az içlik əlavə edəndə heç naxış da üzündə qəşəng görünmür, həm də şəkərburalar yastı olur. Bir də qeyd edim ki, içliyi əlavə etdikdə kənarlarına çalışın, dəyməsin. Əks halda şəkərburanın ağzını yaxşı bağlaya bilməyəcəksiniz. Bu arada qeyd edim ki, içliyin hazırlanmasını bundan öncəki videolarımda paylaşdığım üçün video uzun olmasın deyə burada yerləşdirmədim. Videonun alt bölümünə linkini yerləşdirirəm. İstəsəz oradan daxil olub baxa bilərsiniz. Şəkərburanın içərisinə içliklə doldurduğum kənarlarını bağladıqdan sonra mütləq şəkərburanı taxtanın üzərində çırpmaq belə bir balaca sirkələmək lazımdır ki, içlik hər tərəfə bərabər paylansın və daha sonra belə bu qaydada da ağzını bağlamadan klokanın altında saxlayıram, qurumasın. 10-10, 15-15 bu şəkildə içliyi doldurduqdan sonra başlayıram kənarlarını bükməyə. Ona görə ki, bir qədər qaldıqda xəmir özünü tutur və kənarları çox gözəl şəkildə bükülür. Və eyni qayda ilə hamısını su ilə kənarına çəkərək içliyi doldurub bağlayıram. Və daha sonra bir-bir ağızlarını yaxşı bağladığım şəkərburalardan götürürəm və başlayıram kənarlarını bükməyə. Mən kənarlarını bükməyi öyrənmişəm adi plastilinin üzərində. Bəli, yaxşı eşitdiniz. Adi plastilinin içərisinə hər hansı konfet kağızı falan yığırdım və başlayırdım kənarlarını şəkərbura şəklində bükməyə. Belə-belə bir dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə, bir 4-5 gedişdən sonra kənarlarını, yəni çox gözəl şəkildə bükdüm. Və indi də şəkərburanın üzərində mənə elə gəlir ki, yaxşı yəni kənarına yaxşı bükę bilirəm və elə bükürəm ki, heç açılmır da. Kənarını da bükdükdən sonra mütləq taxta çöplə və yaxud da iynə ilə bir 3-4 yerdən deşdəkləyin ki, ağzı açılmasın. Yəni şəkərburanın xəmirin tərkibində olan hava çıxır və açılmır. Daha sonra kənarını bükdükdən sonra üzü üst tərəfi aşağı olaraq klonkanın içərisinə yenə yerləşdirirəm ki, qurumasın ki, üzərində naxış qəşəng dursun. Və yenə də hamısını eyni qaydada kənarlarını qəşəng bükürəm, bağlayıram beləncənə və taxta çöplə deşdəkləyirəm ki, havası çıxmasın. Bükmək elə də çətin deyil də kənarını da. Bir barmaqla sıxırsınız, o bir barmaqla qatlayırsınız. Qatladıqdan sonra axırında belə bir kənar xəmiri qalır, onu da kəsib barmağınızla, yəni qırıb götürə bilərsiniz.
İndi də başlayıram şəkərburanın üzərini naxışlar etməyə. Naxış bu aləti də mənə həmin səhifədən əldə eləmişəm. Möhtəşəm naxış vuran maqqaşlardır. 4 cür maqqaşdır. Hər birinin dişi ayrıdır. 13 dişli də var, 8 dişli də var, 16 dişli də var. Yəni bu sizin istəyinizdən asılı olaraq hazırlanılır. Üzərində də sizin adınız və yaxud da sizin əzizlərinizin adı qeyd olunur. Mənim maqqaşlarımın üzərində Muxanrə Şanal səhifəmin adı qeyd olunubdur. Mən 13 dişli maqqaşla yəni naxış edəcəm üzərinə. Əvvəlcə şəkərburanın ən alt hissəsindən bir belə deyim də sıra düzünə naxış gedirəm və daha sonra istədiyiniz şəkildə üzərini naxışlaya bilərsiniz. Yəni naxış vurmaq şəkərburaya ay mütləq şəkildə belə olmalıdır deyə bir şey yoxdur. Kim necə istəyir elə də naxış vursun. Yəni bu sizin öz zövqünüzdən asılı olan bir şeydir. Yəni istəsəz düzünə də naxış vura bilərsiniz, istəsəz çəpəki də naxış vura bilərsiniz. Əgər naxış vurmaqda çətinlik çəkirsinizsə, yenə də bayaq qeyd etdiyim kimi plastilinin üzərində öyrənin, ondan sonra şəkərburanın üzərində keçid edin. İnanın ki, o qədər belə sizə rahat olacaq ki, naxış vurmaq. Və naxış vuranda çalışın ki, o bir naxış o biri naxışın tən yarısından götürülsün. Onda ara məsafə düzgün qoyulur və üzərinə vurduğunuz naxışlar da eyni qaydada olur. Mən deyim ki, mən də ideal belə naxış vurmuram, amma şəkərburanın üzərində hamısı eyni qaydada, yəni eyni boyda görünür. Ona görə də mən heç bundan belə deyim də pis də olmuram ki, ay mənim şəkərburamın naxışları çox incə alınmır. Mən bu cür vururam naxışı üzərinə. Siz bundan daha incə vurursunuzsa vurun. Və naxışladıqdan sonra da elə taxtanın üzərində qoyuram bir 10-15 dəqiqə şəkərburanın üzü qurusun. Mütləq qurumalıdır. Qurumasa naxışlar itəcəkdir. Bu arada isə sobanı 150 dərəcədə yandırıram. Baxın qızlar, 150 dərəcədə alt üst rejimdə soba qızmalıdır və daha sonra şəkərburaları yerləşdirirəm sobaya və 20 dəqiqə ərzində şəkərburalar bişir. Üzəri qətiyyən qızarmamalıdır, yalnız altı qızarmalıdır. Və budur, gördüyünüz kimi şəkərburalarım bişdi. Mənim sobamda 20 dəqiqədə bişdi. 150 dərəcədən nə bir dərəcə artırmadım, nə bir dərəcə azaltmadım. Üzəri ağappaqdır, altı da çox gözəl şəkildə bişibdir. Və hamısında eyni qaydada 150 dərəcədə 20 dəqiqə ərzində bişirmişəm. Yumuşaqlığını indi sizə göstərəcəm. Baxın. Bir dənə pambıqdır da. Yəni bildiyiniz pambıq yumuşaqdır. Heç birinin üzəri qızarmayıbdır. Çünki dərəcəni düzgün seçmişəm. Baxın. Bir dənə pambıq. Nə qaldıqca göyərmir, nə qaldıqca rəngini belə deyim də bozarmır, nə qaldıqca iyi vermir şəkərburalar. Bəzən şəkərburalar olur ki, qaldıqca o qədər yağın iyi belə bilinir ki, inanın ki, mən illərdir yəni bu reseptlə hazırlayıram və doğrudan da möhtəşəm bir reseptdir. Belə baş ucalığı ilə sizə tövsiyə edirəm ki, hazırlayın. İndi kəsib içində göstərəcəm. Çox dadlı, çox ləzzətli, çox belə başınıza uca edəcək bir şəkərbura resepti təqdim elədim. İnşallah ki, siz də bəyəndiniz. İnşallah ki, hazırlayarsınız və inşallah ki, ən gözəl günləri Allah sizə İnşallah ən gözəl günlər, ən gözəl toy büsatlar qismət olsun hər birimizin ailəsinə ki, hər zaman bu cür gözəl nemətlərdən hazırlayaq. Şəkərburanın yumuşaqlığı bu cür, yəni olduğu kimi də qalır, yumuşaq olur və qeyd edim ki, əgər çox şəkərbura bişirmisinizsə və artıq çox qalıbdırsa, heç də belə keyfinizi pozmayın. Yığın pingvin kuloklara, qoyun dondurucuya. İstədiyiniz vaxt çıxardın, 5-5, 6-6. Qoyun kənarda buzu açılsın. Ondan sonra həmin o şəkərburanı qoyun mikrovalnovkaya. 2 dəqiqəyə şəkərbura eyni həmin pişirdiyiniz gündəki kimi pambıq kimi yumuşaq və dadlı olacaq. Heç nə dadını dəyişmir, nə ətrini dəyişmir, nə naxışı itmir.
Mən dondurucuda elə olubdu ki, 6 ay boyunca şəkərbura saxlamışam, paxlava saxlamışam. Yəni bunu rahatlıqla sizə də tövsiyə edirəm ki, saxlayın. İnanın ki, şəkərburalarınıza heç nə olmayacaqdır. Əksinə, həminki gün kimi də təzə-təzə qalacaqdır. Bu qədər. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olub şərh yazmağı, like etməyi, əzizlərinizlə bölüşməyi unutmayın. Şərhlərinizi oxumaq hər zaman mənim üçün xoşdur. Sağ olun, salamatla qalın.